Salam dostlar. Deməli, bu mənim sonuncu kitabımdır. İlgə Qahvalanın Aləmi kitabı. Azərbaycan təbiətinin ən ehtişamlı mənzərələrindən birinin yaxınlığındayıq. Dağlarda bir şəlalə. Yeri gəlmişkən, bu kitabı əldə edən oxucular buradan da müəyyən keçidlər var. O keçidlərlə təbiət metafizikasına yönələcəklər və təbiəti fəlsəfi və bədi baxımdan yeni dalğalarla kəşf edə biləcəklər. Əgər bu kitabı əldə edərlərsə, bu kitab da oxucunun bu cəhətdən həkimləşməsinə töhfə verəcək dostlar. Buna inana bilərsiniz. Hətta bir evdə olması belə o auranı, o atmosferi orada qorumağa yardımcı olacaq. O evdə, o məkanda qorumağa yardımcı olacaq. Belə. Baxın. Yəni sizə bunu yaxından göstərim. Bu mənzərəyə yaxından baxın. Hətta elə şiddətlə çırpılır ki su. Sıçrantıları bura kimi gələ bilir. Və şəlaləyə yaxınlaşanda qəribə sərinlik, sulu sərinlik yayılır bu mənzərədən. Bu da məncə Azərbaycanın qəşəng mənzərələrindən biridir dostlar. Dağlarda şəlalə. Və xəfif küləkli. Belə. Sağ olun dostlar.